Bugün sizə Quran-ı Kərimdə olan bir incə məqam haqqında məlumat verəcəm. Quran-ı Kərimdə belə bir ifadə var. Əv nətəvəffəyənnəkə. Yəni, mənası odur ki, səni vəfat etdirsək. Allah Peyğəmbərimizə xitab edir. Səni vəfat etdirsək. Bu əv nətəvəffəyənnəkə kəlməsi Quran-ı Kərimdə 3 ayrı surənin içərisində keçir. Birinci dəfə 10-cu surədə, ikinci dəfə 13-cü surədə və sonuncu 3-cü dəfə 40-cı surədə keçir. İndi bu 3 ədədin cəmi ümumilikdə edir 63. 63 nədir? Peyğəmbərimiz Aleyhisselatü Vesselamın vəfat yaşı. Bu videonu montaj eləyərkən nə diqqətimi çəkdi? Bax, 10 saniyə əvvəl görmüşəm. Əv nətəvəffəyənnəkə yazdım. Axtardıq. Quranda 3 surədə, eyni zamanda 3 ayədə keçdiyini gördük, dediyimiz kimi. 10-cu surə 46-cı ayə ilk keçdiyi yer. Baxın, bu ayə neçə hərfdən ibarətdir? Bax, bu gördüyümüz, yuxarıda gördüyümüz, bax, bu ayə. Səni vəfat etdirsək keçən ilk ayə. Neçə hərfdir? Huruf. Baxıyorsunuz, huruf 63.